Mənim dəyərli izləyicilərim, hamınızı salamlayıram. Bugün yeni videomda biz yenidən görüşürük. Bugün mən sizə Fox Film Laboratoriyası saxtakarlığından danışacağım. Amma ondan öncə bir nüansı nəzərinizə çatdırmaq istəyirəm ki, kanalıma abunə olub paylaşdığım bütün videoları bəyənsəz və altına rəy yazsaz, məni çox sevindirərsiniz. Hamınızdan gözləyirəm. İndi isə gəlin Fox Film Laboratoriyası saxtakarlığı məsələsinə keçək. Əziz dostlar, deməli bundan düz bir il əvvəl ora mənim qabağıma çıxdı. Mən deməli onlarla danışdım, ora getdim. Getməkdə məqsədim o idi ki, əgər burada digər yerlər kimi saxtakar, yalançı bir yerdirsə, bunların iç yüzünü açıb sonra sizin üçün çəkəcəyim bax bu videomda sizlərə bunu xəbərdarlıq etməyim idi. Tüklərinin söz olmasın, uyarmaq idi. Amma əgər normal bir yerdirsə, digər yerlər kimi deyilsə də, buradan da faydalanmaq, buradan da xeyir götürmək, fayda götürmək və bu aktyor sənətində həmin o yerdə də qabağa getmək idi məqsədim. Və mən ora getdim. Elə ora mən əslində gedib müqavilə kağızını əlimə alan kimi mən elə bildim ki, burada yalançı, boş, mənasız bir yerdir, saxtakar bir yerdir. Nəyə görə? Deməli, əziz dostlarım mənim, müqavilə kağızında bu yazılıb ki, dərslər 6 ay keçirilir, 6 ay həftədə 4 dəfə və ödəniş bir ay üçün 30 manat və ödəniş məsələsi də sizə az kimi görünə bilər, amma ətrafı indi birazdan izah edəcəm onda və 6 aylıq kursu bitirən hər tələbə deməli bizim çəkəcəyimiz filmdə baş rol olaraq çıxış edəcək. Əziz dostlar, orada da tələbə çox idi. Düşünün ki, əlbəttə ki, qiymətin aşağı olması da tələbənin diqqətini cəlb eləmişdi. Düşünün ki, orada bir qrupda 30-31 nəfər var ən azı və qrupda bir dənə deyil, çoxdur. 4 dənədir, məsəl üçün 5 dənədir və hər qrupda da dediyim kimi ən aşağısı 30-31 nəfər olanda görün nə qədər adam eləyir, 120-150 nəfər adam eləyir. Bu 120-150 nəfər tələbə bu 6 aylıq kursu bitirdikdən sonra onların hamısını necə birdən-birə eyni anda baş rolla təmin etmək olar? Məsələn, Türkiyə kimi sektoru olan bir ölkədə insanlar konservatoriya oxuyub qutarır. Amma qutaran kimi və ya qutarandan bir müddət sonra onların hamısı baş rol oynamır ki orada və ya Hollywoodda olsun. Yəni, hamı eyni anda baş rolla təmin olunmur axı. Bir serialda, bir filmdə, yəni bir serial, bir film çəkiləndə orada hamı baş rol ola bilməz axı. Elə olmur axı. Yəni, mən bunu oxuyan kimi bildim ki, bura yalançı, boş, mənasız şeydir. Bunlar bunu ona görə yazıb ki, gələn şəxsin diqqətini cəlb eləsinlər. O adam desin, ha, mən bura gəlim, buradan mən qutaran kimi baş rol olacam. Bizim millət də, Azərbaycanlılar da onsuz da təhsildən daha çox elə film çəkilsin, mən filmə çəkilim, özü də baş rol olum, ona fikir verirlər. Onun üçün də 6 aydır, azdır, 30 manat nədir ki, azdır, mən sonra baş rol olacam. Əziz dostlarım mənim, yalan söhbətdir. Deməli, mən bunu oxudum. Daha sonra bildim artıq bura necə bir yerdir. Digər yerlər kimi saxtakardır. Sadəcə olaraq 2 dərsdə də oturmaq istədim. Dedim, görüm bundan necə dərs keçirlər. Əziz dostlar, dərs keçirmir, sadəcə yola verilir. Necə bir şey? Məsəl üçün, dediyim kimi, düşünün 30-31 nəfər adam var bir qrupda və o qrupun da dərs saatı sadəcə saat yarımlıqdır. Hər bir, yəni 4 dərs olur həftədə. Və o həftədəki 4 dərsin hər biri sadəcə saat yarımlıq, 1 saat yarım təşkil edir vaxtı. Və düşünün ki, burada dərslər necə keçir. Məsələn, belə bir texnika var. Amma əlbəttə ki, onlar yenə ən sıravisini keçirdilər. Digər yerlərdə kimi, məsələn üçün o yalançı, saxtakar film akademiyası kimi. Məsəl üçün, düşünün ki, əziz dostlarım mənim, 2 nəfər qarşı-qarşıya dayanıb. Bu adamın üzərində nə var palto olaraq və bundan əlavə zinət əşyası olaraq qolunda nə var? Qolbaq, sep, üzük, saat taxıbmı? Taxıbsa necə bir saat taxıb? Nə paltarlar giyinib? Yəni bunlara baxır. Daha sonra da hər ikisi üzünü çöndərir. Hər ikisi bir-birinə baxır. Bunları beyninə yazır. Sonra da üzlərini çöndərirlər və onlardan soruşanda deyirlər ki, bu adam bunu giymişdi, bu adam bunu taxmışdı. Yəni bunları düz ya da səhv deyirlər və beləliklə də yəni bunlar güya texniki məşq eləmiş olurlar. Əziz dostlar, sırf oradakı 31 nəfər, 30 nəfər bunu eləyəndə
Bu bilirsiniz nə qədər müddətə gəlib başa çıxır. Yəni bunu daha tez, daha qısa yolla, daha qısa texnika ilə də eləmək olar. Onun da yolu var. Hamısını sizə növbəti dərslərimizdə deyəcəm. Amma bunlar bunu o qədər uzada eləyirlər, uzun-uzadı eləyirlər ki, adamın həm hövsələsi daralır, həm də vaxt boşa gedir. Və bu yola vermək kimi sayılır. Daha sonra hamı bunu edib qutandan sonra bir də baxırsan ki, artıq dərsin vaxtı qutarıb, hətta vaxtı keçib. Ondan sonra da sağ olun uşaqlar, xudahafiz, gələn görüşlərədir. Əziz dostlarım, boş şeydir. Vallah yalandır. Dediyim kimi, aktyorluqda diqqət də əsas məsələlərdən biridir. Bu dediyim texnikanı eləmək olar, amma bunun da qısa bir yolu var, qısa və daha effektiv bir yolu var. Elə eləməlisən ki, sən bir dərsdə çox şey öyrədə biləsən tələbəyə. Tələbə dərsdən sıxılmamalıdır. Tələbə dərsdən sıxılmamalıdır və dərsə həvəslə gəlməlidir. Bundan əlavə başqa belə qaçış dərsləri falan filan. Yəni dediyim kimi əziz dostlar, mən 2 dərsdə oturdum, gördüm ki, bunlar sırf yola vermək üçün ki, yəni əsas odur dərs yola verəcək, pulumuzu qazanaq. Üstəlik də ki, xırdalığına kimi dediyim kimi yenə öyrədim. O Yalancı Saxtakar Film Akademiyasında olduğu kimi sırf səthi üzdən öyrədilir ki, tələbə gəlməyə davam eləsin, 30 manat ödəniş eləsin, biz də dərsi yola verəcəyik. Ondan sonra qurtardıqdan sonra da kim ki o vaxta kimi gəlməyə davam elədi, onu filmə çəkək. Əlbəttə ki, baş rolda yox, yan rolda. Baş rol əlbəttə ki, onların öz tanışları, adamları olur. Digər ekol mediada olduğu kimi. Digər bu tədris prosesi bitən tələbələrdə yan rollar verilir. Sonra da soruşanda ki, niyə belə oldu, söhbətin üstünü bağlayırlar, yalandan bəhanələr nələrsə uyduraraq. Əziz dostlar, vallah yalandır. Vallah yalandır. Dediyim kimi, Fox Film Laboratoriyası deyilən yerdə Azərbaycan Film Akademiyası kimi, Ekol Media kimi və Ekol Mediadan sonra Aslan Devi Media Akademiyası kimi, orada yalandır. Onun kimi, əziz dostlarım mənim, ondan sonra digər bəzi yerlər də var. Çoban Yıldızı Film Akademisi. Hamısı yalandır, əziz dostlarım mənim. Hamısı yalandır. Hamısı yalandır, boş şeydir, aldanmayın, pulunuzu həmin o boş yerlərə xərcləməyin. Mən özüm hamınızla məşğul olacağım gələn dərsdən. Gələn dərsdən artıq bizim dərslərimiz başlayır. Artıq mən gələn videomda artıq bu saxtakarlığın iç yüzünü açmaq məsələlərinə yox, sırf aktyor sənətini öyrətmə işlərinə baş qoşacağım. Hamınıza öyrədəcəm. Kim ki hamınıza göstərəcəm və siz də ümidvaram ki, öyrənə biləcəksiniz. Gələn videomdan dediyim kimi dərslərim başlayır. Mənim onsuz da bu kanalı açmaqda sırf məqsədim buydu. Amma ondan öncə ilk əvvəl sizdə bu saxtaşar yerlərinə nəzərinizə çatdırmaq istədim ki, əziz dostlar, boşa pulunuzu xərcləyib getməyin həmin yerlərə. Nə siz orada bir şey öyrənə biləcəksiniz, nə də öyrənsəz belə, yəni daha doğrusu belə deyim də sizə, özünüz həmin o yerlərə gedib eyni zamanda Google-dan axtarış eləsəz, nə bilim, özlərinizdə sırf özünüz çalışsaz və onların üzərinizdə əməyi olmadan, onlar heç nə bilmədiyi üçün, üzərinizdə əməyi olmadan, sırf özünüz bir şeylər öyrənsəz belə, yaxşı istedadlı olsaz belə, onlar sizi filmə çəkməyəcəklər, qabağa aparmayacaqlar. Ona görə də əziz dostlar, boşa pulunuzu, vaxtınızı xərcləməyin. Mən sizlə məşğul olacağım. Gələn dərsdən öyrədici videolarımız başlayır. Və dediyim kimi, mən özüm uşaq da hazırlayıram bu aktyor sənəti ilə bağlı. İstəsəz mənə həmişə buraxıram rəylərə. Instagram və TikTok DM-dən mənə yazaraq dərslər barədə məlumat ala bilərsiniz. Qabiliyyət imtahanına və aktyor sənətinin öyrədilməsinə aid məşqlər keçirəm. Həm fərdi, həm də qrup şəklində. Belə. Və əziz dostlar, dediyim kimi kanalıma abunə olub, videolarımın hamısını bəyənsəz, indiyə kimi paylaşdığım bütün videolarımı, səhifəmdəki, kanalımdakı bütün videolarımı bəyənsəz və rəy yazsaz, eyni zamanda TikTok və Instagram hesablarımı da izləsəz, məni çox sevindirəsiniz. Növbəti videoda görüşmək ümidi ilə hələlik.